Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Ən azı 50 min insanın pensiyası dayandırılıb və bu artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək. Xəbərə doğru xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Ramiz Nurullayev Facebook hesabında qeyd edib. Onun sözlərinə görə 50 min insan ailə üzvləri ilə birlikdə 110-120 min nəfər deməkdir. Saxta yollarla pensiya almaları onların günahı deyil. Tələbi təklif doğurur. Şəffaflığı anladıq, amma anlamadığım bir pensiyası kəsilən insanların sonraki dolanışığıdır. Necə yaşayacaqlar? El dilində deyə bilərəm ki, canını çıxardı, gözünü də ovcuna düşərdi. Rüşvətlə pensiya düzəltməzdin. Adam öldürən cinayətkarı belə çölə atmır qaxı. İsti yorğan döşəyi, gündə 3 dəfə isti yemək və digər xidmətlərlə təmin olunur. Yaxşı, biz insanların uçdan tutma pensiyalarını dayandırırıq və əvəzində nə təklif edirik deyə Ramiz Nurullayev qeyd edib.